Yani şu anda Kıbrıs'ta bu tarihi yayının içinde olmak gerçekten büyük bir mutluluk aynı zamanda. Şehitler ölmez, vatan bölünmez. Bu dağlar, koşa dağlar, deri baş başa dağlar. Gerçekten Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde bir ilk oluyor aslında. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nden ilk siz geldiniz şu anda bu zafer kutlamalarına. Konuklarımızla bunu tatbiki olarak da biz ekranlara Tabii ki. taşıyalım. Çok değerli bir konuğumuz var. Kendisi sanatçı, bir tenör. Evet. Hemen alalım. Altun Süleymanov. Evet. Sevgili Altun Süleymanov, Azerbaycan Devleti'nin aynı zamanda opera sanatçısı, devlet opera sanatçısı. Onun da tespitleri var, onun da söyleyecekleri var. Evet, kendisi Azerbaycanlı, sanatçı. Bu zafer gününde kendisi bizlere eşlik etmek istedi ama aynı zamanda bir Azerbaycanlı olarak Karabağ zaferini halkla birlikte, kendisi de Azerbaycan'dan birisi olarak burada meydanda yaşamak istedi. Bizimle birlikte o coşkuyu hem görsel olarak hem fiziksel olarak anlattı, aktardı ama sözsel olarak da ben dedi ki kameraların önüne çıkmak istiyorum, konuşmak istiyorum. Kuzey Kıbrıs Türk Cumhuriyeti'ndeki halka, Kıbrıs Türklerine de seslenmek istiyorum. Ama ben öncelikle şunu söyleyeceğim. Bugün 5 yılı geride bıraktık. Kutlu bir zafer, müthiş bir kalabalık var. Önce bugüne dair bir Azerbaycan vatandaşı olarak hislerinizi öğrenmek isterim. Salamlayıram ilk növbədə sizləri. Azərbaycanda görməkdən məmnunam. Həqiqətən də biz qalib xalqın, qalib vətəndaşı olaraq çox qürurluyuq. Biz bu günləri yaşayırıq. Təbii ki də 30 ildir torpaqlarımız bizim, biz də torpaqlarımızın həsrətini çəkirdik. Və çox şükürlər olsun bu günə ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, həmçinin də qardaş xalqlarımızın, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin, başta Türkiyə Respublikası, Pakistan Respublikasının müəyyən dəstəkləri ilə biz artıq Qarabağa gedirik, oranın gözəl yerlərini görürük. Mən özüm məsəl üçün Laçında olmuşam, Laçın şəhəri günündə. Evet. Yəni inanırsınız, günü-gündən Qarabağımız çiçəklənir, çox sevincliyik. Biz bu günləri görürsünüz, 5-ci il dönümümüzü qeyd edirik zəfərimizin və onu qeyd edə bilərəm ki, bizim bu zəfərə kimi gəlib çatmağımızda bizə qazilərimizin, şəhidlərimizin əziyyəti böyükdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə acil şəfalar versin. Həqiqətən də çox xoşbəxtdir ki, bir qalib xalqın bir nümayəndəsiyik və ölkəmizi beynəlxalq sferalarda təmsil edirik. Bu da biz gənclər üçün çox önəmli bir şeydir. Kıbrıs Respublikası isə hər zaman Azərbaycanın yanında olmuşdur. Bunu vurğulamaq istəyirəm. Və bilirik ki, burada artıq bir neçə prezident bu günləri bizim respublikamızdadır. Həqiqətən də onların burada olmağı, bizim yanımızda olmaqları bizim birliyimizin, yəni onların bizim dövlətlə, birliklərinin bir bariz nümunəsidir, mən deyərdim. Yəni fikirlərim əslində çoxdur. Sadəcə sizə təşəkkür edirəm ki, gəlmişsiniz, Azərbaycanımıza qonaqsınız. Azərbaycan xalqı hər zaman qonaqpərvər bir xalqdır. Biz bu qalibiyyətə tək yox, qələbə qazanmaq üçün, qalib ölkənin qalib nümayəndələri olmaq üçün Türkiyə Respublikası, Pakistan Respublikası, Kıbrıs Respublikasının qardaşlığı nəticəsində və birliyi nəticəsində bu olmuşdur. Və ifalarımla da bir incəsənət nümayəndəsi olaraq sizin ölkənizdəki dəyərli dostlarımıza, incəsənət nümayəndələrinə öz təbrikimizi, öz salamlarımızı çatdırmaq məqsədində bulunarıq. Bu dağlar, koşa dağlar, deri baş başa dağlar.